Mənim 25 yaşım var və bu yaşıma qədər demək olar ki, Azərbaycanın heç bir rayonuna getməmişdim. 17 yaşımda universitetə qəbul olub Şamaxıda təhsil almışam. Daha sonra da evləndikdən sonra da Bakıda qalıram. Yəni başqa heç bir Azərbaycan rayonuna getməmişəm. Həm yoldaşımın, həm də mənim xadnayım olduğuna görə dedik, gedək Azərbaycanın gözəl rayonlarından biri olan İsmailliyə. Rayon üzü çox gözəl, sərin rayondur. Yəni insan həqiqətən burada istirahət eləyə bilir. İstirahət mərkəzləri isə elə də yaxşı deyil. Hamının o təriflədiyi bir-iki yerə getmişdik. Demək olar ki, müştəriyə qulluq sıfırdır. Və bir də hamı deyir ki, mütləq getmədən öncə evi tutun, sonra gedin. Biz də elə eləmişdik, amma tutduğumuz evdən də qəti razı qalmamışdıq. Çünki çox antisanitariya idi. Ona görə məncə gedib orada baxıb, həm daha münasib, həm də gözəl ev tapa bilərsiniz. Bu birinci part idi. İkinci partda görüşənədək hələlik.